Çox xeyli uğurlu nüanslarımız oldu və həmin müddət ərzində çox uğurlu strateji qərarlar verə bildik. İstər şirkətlə bağlı, istərsə müəyyən komandanın üzvləri ilə bağlı çox uğurlu nəticələr olub ki, məsələn bu gün artıq onun sayəsində vizyonumuz da böyüyüb deyə bilərəm və ya müəyyən bəzi həssas nöqtələr var idi, onları rahat keçə bilmişik. Satqrup bizim üçün həqiqətən yaxşı bir strategiya yazdı və satışımızın daha kontrolda getməyi üçün bir sistem yazdı. Yəni bizə də xoş oldu ki, bizim də bir bazar dəyərimizi başqa bir firma olaraq bir araşdırma olsun. Həqiqətən də düşündüyümüz kimi Satqrup bunu çox gözəl şəkildə nəticəsini verdi. Layihədən sonra əsas diqqətimi çəkən məsələlərdən biri də Fox Optikanın hansı müştəri segmentinə uyğun olduğu, hansı müştərilərə daha çox fokuslanmalı olduğumuzu bildik və bunun üzərindən həm mal ixalında, həm satışımızı o müştərilər üzrə yönləndirməyə bacardıq. Konsaltinq dövrü həm məsəl üçün araşdırmalardan daha sonra yararlandı, konsaltinq dövründəki araşdırmalardan. Ondan sonra həmin dövrdə olan dataların, analizlərin, təkliflərin, konsaltinq şirkətinin bizə verdiyi, yəni sizin bizə verdiyi təkliflərdən biz uzun müddətli bu günə qədər də yararlanırıq. Deməli, bazar araşdırması nəticəsində biz aydınlaşdırdıq ki, bizim hazırki rəqiblərlə bizim öz şirkətimizin arasında üstünlüyümüz və fərqimiz nədir? Daxili idarəetmədə olan bürokratik əngəllər, eləcə də satışın və xidmətin təşkil olunmasında olan qüsurlar, bu məsələlər, xüsusən də bizdə olan problemlər bizim işdə müsbət dəyişikliyə doğru çevrildi.